Xocavənd rayonunun 4496 təsərrüfatını əhatə edən şəhər mərkəzi, Qırmızı Bazar, Hadrut qəsəbələri, daha sonra Sos, Xocavənd, Quzey Xırman, Güney Xırman, Xanoba və Tağverdi kəndlərində telekommunikasiya xidmətlərinin göstərilməsi məqsədi ilə müasir tələblərə cavab verən avadanlıqlar quraşdırılaraq istifadəyə verilib. Nəticə etibarı ilə Xocavənd rayonu ərazisində internet də daxil olmaqla telekommunikasiya xidmətləri ümumi olaraq 344 ev təsərrüfatı və 14 biznes subyektini əhatə edib. Bu evə yığışan günündən internetim gəldim, hazırdır. Qızımla, qohumla, övladımla Mingəçgöl şəhərindən, Bakı şəhərindən hamısı ilə əlaqəm yaxşıdır, yaxşı da işləyir. Bax, fevral ayında köçdük, gəldik bura fevralın 20'sində. Ondan 1-2-3 gün keçmişdik, gördüm ki yolda internet çəkirlər. Müraciət elədim, dedim ki bizə də çəkin internet. Dedilər baş üstə. Gəldilər sırazı internetimizi də çəkdilər. Xidmətindən də çox razıyam.